tükanda, bazarda da mütəmadi xəlvətdən gizlin qiymət qaldırırlar. Bu da təbii ki, bizim insanlarımızın birbaşa cibinə təsir edir. Sosial vəziyyətinə təsir edir. Qiymətin qaldırılması məsələsi belədir. Bununla bağlı da bizim bir mövqeyimiz açıqdır. Qiymətlərin, deməli, ümumiyyətlə belə deyil, qiymətlərin qalxması iki amillə bağlıdır. Xarici amillə, daxili amillə. Əgər bir hər hansı məhsulu xaricdən ixal ediriksə də, xaricdə onun qiyməti qalxırsa, təbii ki, bizdə də onun qiyməti qalxacaq. Bu xarici amil. Amma bu ölkədə gediş haqqının qalxmasının xarici amil heç bir təsiri yoxdur axı. Bəli. Bu ölkənin mövcud hökuməti var. Bu hökumət siyasətini elə aparmalıdır ki, qiymətləri tənzimləməlidir. Həmişə qiymət qalxmaz, bir dəfə də qiymət düşsün də. Bir qiymət düşmür axı. Ona görə də mən hesab edirəm, bu indi deyirlər 10 qəpikdir filan, bu 20% artım deməkdir. Ölkəmizdə büdcə, bax, yeni növbəti il üçün büdcə heç müzakirəyə çıxarılmayıb. Biz bu büdcəni müzakirə eləyək, baxaq görək insanlar, biz ümumiyyətlə dövlətimizin gəlir nə qədərdir, xərcimiz, büdcəmizin xərc hissəsi nə qədərdir, insanlarımız əmək haqqı, ondan sonra müavinatlar, pensiyalar, bunlar nə qədərdir? Ondan sonra bir baxaq, bəlkə artırmaq yox, azaltmaq lazım. Yəni, bir də bir şey deyim ki, ölkənin büdcəsini indiki müasir, xüsusən müasir dövrdə daha müasir, modern iqtisadiyyata söykənmək nəticəsində artırmaq olar. Yoxsa yetimin, yesirin deməli o 10 qəpiyini almaqla büdcə formalaşdırmaq olmaz. İndi dünən bir rəqəm dedilər ki, təqribən bundan 50 milyon gəlir götürür. Bu 50 milyon dövlət üçün heç nədir. Mən başa düşürəm ki, ölkədə deməli neft istehsalı, ixracı azalıb, qazın qiyməti, neftin qiyməti düşür aşağı. Bizim də əsasən büdcəmiz bu enerji resursları üzərində qurulub. Deməli, bizim hökumətin borcu vəzifəsi o boşalan yeri digər büdcə, digər sahələrdən vəsait gətirməklə doldurmaqdır. Yəni, hökumətin işi gücü budur. Hökumətdə olan adamlar bu iş eləməlidir. Hərənin bir işi var. Siyasi adamların bir işi var. Siz deyək ki, televizyonçusunuz, sizin işiniz başqa. Hökumətdə olanlar bunlardır. Kim işi bacarır, işləsin. Kim işi bacarmır, desin ki, mən bu işin öhdəsindən gələ bilmirəm. Bizdə bu təəssüflər olsun ki, belədir. Yenə deyirəm, bu 20% artımdır. Bu da ən çox təsir edir, az təminatlı ailələrə təsir edir. Pensiyaçılara təsir edir, az əmək haqqı alanlara, tələbələrədir, bundan sonra əlillərədir, müavinət alanlaradır. Belə məsələlər qaldırıldı ki, o tələbələrdir, o az təminatlılar deyəndə hamı onsa deyəcək ki, mənə də aid olsun, mənə də. Bunu biraz idarə etmək mümkün deyil. Amma tələbə var ki, məsəl üçün istisna təşkil edir və yaxud müəyyən güzəşt məsələləri nəzərdə tutula bilməzdimi? Bir şey deyim ki, bizim bu hansı sahə ki, özünü idarə edə bilmir, oranı özəlləşdirmək lazım. Dəfələrlə deyilən söz. Bizdə baxırsan ki, Azərsu ziyanla işləyib və yaxud bir başqa bir şirkət hansısa ziyanla işləyib. Amma baxırsan bunun rəhbərinin 10 il bundan əvvəlki vəziyyətindən bir də 10 il sonra işləyir. Necə olur bu adam birdən-birə milyonlarla pul qazanır, özü. Amma şirkət iflic olur. Şirkət müflis. Və yaxud da ki, bələdiyyələr. Bax, mən bu Biləcəri bələdiyyəsi bizim ərazimizdir. Binəqədi bələdiyyəsi də bizim ərazimizdir. İndi baxırsan ki, bu bələdiyyələr borca düşüb belə filan. Amma indi onun rəhbərində olan adamlar, olub vaxtilə ki, olublar, bundan heç bir borca düşməyib axı. Həbsə düşənlər olub, amma borca düşən olmuyor. Yəni, ayrı-ayrı sahələrdə bizdə bir investisiya holding var. Bunun tərkibində olan şirkətlərin bir qismi gəlirlə işləyir, bir qismi ziyanla işləyir. Bu ziyanla işləyəni özəlləşdirmək lazımdır. Allah xatirinə geçsin. Bir də bu rəhbərlikdə olan adamlar yoxlanılmalıdır. Bütün bunların fəaliyyəti yoxlanılmalıdır. Başdan ayağa yoxlanmalıdır. Bu adamlar nə eləmək? Niyə ziyanla işləyib axı? Niyə bunların elədiyi ziyanı kimsə ödəməlidir? Vaxtilə yadınıza gəlir, Azalın Cahangir Əsgərovun dövründə birdən onda 7 milyard borcu var idi. Niyə borcu olmalıdır? Dövlət nə qədər dotasiya verdi, bir şey elədi. Eləcə də Azərsu olsun, digər cürbəcür bizim idarələr var. Əksəriyyəti də belə baxanda görürsən ki, böyük şirkətlərdir. Kim işləyə bilir, işləsin, kim işləyə bilmir, səhərçiyin işdən çıxdı, bu da getdi milyonların üstündə oturdu. Olmadı belə. Bizdə misal üçün, məhkəmə qərarları var. 13 lira vəziyyətlərdən artıq pisdir. Biz istəyirik ki, iqtisadiyyatımızı inkişaf elətdirək. İqtisadiyyatı inkişaf elətdirmək üçün xarici investorları cəlb edirik. Ölkə prezidenti, bax, çox böyük şirkət rəhbərləri ilə görüşdü. Amerika Birləşmiş Ştatlarında olanda. Düzdür, onları cəlb eləmək istəyir bura. Bir tərəfdən biz
Bunları cəlb eləməliyik. Onlar gəlib Azərbaycan reallığında İkinci tərəfdən onlar gələcək burada ilk növbədə bunlara nə lazımdır? Məhkəmə güvənci lazımdır. Bəli, o yoxdur Azərbaycanda. Əlbəttə bu olmalıdır ki, adamlar baxsın görsün bir şey olanda məhkəməyə müraciət edir, hüquqi dövlətdir. Bəli. Və məhkəmələr qərar verir və qərar verməkdən başqa həm də onu icra edirlər. İndi bizdə bu qədər məhkəmə qərarı icra olunmur. Bu icra nəzarətdə heç kəs də məsuliyyət daşımayıb, daşımır. Mənim əlimdə bax, deməli, şikayətçilər var. islahatlar getməlidir da, eləmi? Yəni bunu demək istəyirsiniz da. İslahat getməlidir, açığı, islahat bu sahələrdə islahat getməlidir. Özü də, yenə deyirəm, görevdə olan adamlar var. Bunlar bir də onu görürsən, bu sahəni doğrultmadı. Ondan sonra da bir tərəf çalışırlar, bir başqa yerə getsinlər, izi buradan itirsinlər, oraya getsinlər, buraya. Bütün bu adamlar haqqında mən hesab edirəm, qanunun sərt üzü göstərilməlidir. Biz yenə deyirəm, iqtisadiyyatımızı cərimələr hesabına, rüsumları qaldırmaq hesabına, ondan sonra gediş haqqını qaldırmaq hesabına formalaşdıra bilmərik. Misal üçün, Bakı şəhərinə gedəndə hər yerdə parkinqlər var. Bəli. Bir dəfə də misal çəkdim, hökumət evinin arxasında bu TNS televiziyasına getmişdim mən axşam. Deməli, yolun sağ tərəfində velosiped yoldur. Ondan bir də solda, düz yolun ortasında parkinq qoyublar. Ortada bizə yol qalıb, bu tərəfdə parkinq qoyublar. Burada bu tıxac olmalıdır, bunun ayrı yolu yoxdur. Yəni biz bir islahat aparmalıyıq, həm bu konstitusiyon islahat aparmalıyıq, həm də referendumla bağlı danışılır, müəyyən təkliflər verilir. İdarə etmədə ciddi islahatlar aparmalıyıq biz. Yerlərdə ciddi islahatlar aparmalıyıq. İndi bir sıra icra başçıları var, bunlar özlərini yerli padşahlar hesab edirlər. Bir təhlükəsizlik çətiri də taxıblar özlərinə, çünki bunlar seçilmir axı, bir təyinatdır. Yadı kimi yadından çıxdı, bu 10 il, 15 il, 20 il, 30 il gedir. Bir adam da bir yerdə işləyir, Allah xatirinə yaxşı işləsin. Yox, işdə bir məsələdir, bununla bağlı tədbir görülməlidir. Ona görə bu sahələrdə də hamısına islahat aparılmalıdır. Doğru, doğru. Əziz tamaşaçılar, verilişimizi lütfən bəyənin və paylaşın. Mən baxıram, rəylərimiz var. Deməli, bax, bir neçə rəyi oxuyacağam. Turan Məmmədli yazır ki, Ləman xanım, çox xahiş edirəm, sualımı səsləndirin. Nəyə görə 20 ildir avtobusdan istifadə etməyən, 5000 maaş alan, bahalı maşın sürənlər, 400 manat maaş alan kasıbların avtobus qiymətini artırdı? Niyə? Elə dediniz da, siz prinsipcə toxundunuz, amma buyurun deyin. Yox, bu dostumuz deyir, amma biraz dəqiqləşdirək. Əgər söhbət Milli Məclis üzvlərindən gedirsə, Milli Məclis belə qərar verməyib. Sizə eşirdilər mi? Əslinə baxanda, bu Tarix Şurası da qiymət qaldıranda mən həmişə əleyhinə olmuşam ki, bu Tarix Şurası özləri həm icra edir, həm nəzarət edir, bu olmasın, bu səlahiyyətlər versin Milli Məclis. Bu bir. İkinci, bir qısım adamlar var ki, Ləman xanım, buradan qaçıblar, xarici müəyyən problemi olub gedənlər də var. Onu hörmət yanlış. Bir qısım var, burada siyasi iddiası olub, o, bu. Sonra qaçıb buradan gedib, indi buradan biz xalqın mənafeyi üçün yaxşı bir şey deyəndə deyirlər ki, yox, bunlar öz başına deyə bilməz. Yox, mən Elşad Musayev, mən müstəqil adamam. Mən bir siyasi partiyanın rəhbəriyəm. Uzun illərdir siyasi fəaliyyətlə məşğulum. Mən millətin mənafeyinə uyğun nədir? O yöndən də çıxış eləyirəm. Siz kimi buradan qaçıb sonra da orada... Təbii ki, onlara fikir vermək lazımdır. Hamı haqqında nəsə deyirlər onlar. Amma açıq deyim ki, məsələn, bir də onu götürüb bir şey soruşurlar, ümumi vəziyyəti bilmir, bir rəy formalaşdırır. Elə yox, biz ümumi müzakirə eləyək, o yazan yazsın, deyən desin. Amma açıq deyim, bu problem varsa da bu problemi dilə gətirməkdən qorxmamalı. Əslində baxanda bu həm də həm millətə bir dəstəkdir, eyni zamanda həm də bir hökumətə bir köməkdir ki, hökumət görür ki, yox, burada narazı adamlar var, narazı qüvvələr var və bu insanların da eləməliyik. Bizim indiki dövrdə əsas vəzifəmiz insanlarımızın maddi, mənəvi rifahını düzəltməkdir ki, ölkəmizə qarşı bu qədər baskı olanda heç kəsindən deməli hərəkət verici qüvvə kimi istifadə edə bilməsinlər. Biz ölkəmizin daxilində problemlərimizi həll eləməliyik. Biz ölkəmizin daxilində fikirlərimizi sərbəst, açıq deməliyik ki, nəticə bilinsin. 44 günlük müharibə oldu. Bax, bugün təqribən 5 il bundan əvvəl oldu ki, prezident administrasiyası bir proqram keçirdi. Uzun proqram keçirdi. Siyasi təşkilat rəhbərlərindən böyük əksəriyyət səhv eləmirsə 50-si iştirak edir, 2-si iştirak eləmir. Biz ortaya o vaxt mövqe qoyduq. İndi mən bugün o 5 il bundan əvvəlki çıxışımı paylaşılmayıb heç yerdə. Buyur paylaşacağım. Hamı görsün ki, hərəm mövqeyi necə olub. İndi müəyyən qism adamlar çıxır, deyir, biz belə şey zət yoxdur. Hamının mövqeyi ortadadır. 5 il bundan əvvəl də, bugün də, bundan sonra da. Mən təhqirsiz, ondan sonra dava qalmaqsız, mən bütün məsələlərin təhlil olmasının tərəfdarıyım. Problem varsa da deyilməlidir. Bəli, gediş haqqı qalxdı.
ölkədə benzin qalxıb ki, gediş qalxır, haqqı qalxır. Adətən belə olur ki, benzinin qiyməti qalxır, bir başqa şey qalxır, onda qalır. İndi bizim dostlar deyəcək ki, oğru yadına daş salma. Sağ olun. Bir də görürük benzinlə qiymət qalxdı. Yəni bunların hamısının iqtisadi əsası olmalıdır. Mən hesab edirəm ki, bu sahəyə baxan adamlar yaxşı işləmirlər. Ona görə də yükü o kasıb əhalinin üstünə atmaq ən rahat variantı, onun üstə atırlar.